Valla hər kişi deyəndə o baxır kişiyə. Yəni belə sizin kimlərsə ailəni qarışdırmazsa, bacı qardaşdan düşmən heç kim olmaz. Amma çox fikir eləmə. Sizi mən barışdıracağam. Gələcəm Qəbəliyə. Tamam, bir sənin özdə kimlə gələcəm? Nə bir? İndi mən zaretkiyə taxıram. Razılığınız lazımdır. Çünki mən dünəndən müşahidə edirəm. Verilişə baxmayanlar qoy bir diqqətlə baxsın, qulaq assın, sonra anlayış olsun. Mama nə? Ha? Mama sizdə? Mama buradaydı, bayaqlarım getdi. Əbədən o gecəsini o qızla danışsın, görürsün. O niyə hələ tək qoyursunuz? Kim? Yo, mama səs-küy istəmir də, mama gedir o bir otağına yatır. Mamanla məni danışdırarsan WhatsApp-da. Vallahi Elmira evdədir, gün axşam zaretkası olsun, danışdırsın. Elmira şu başı kəsə ki o zaretkaya qoya. Ha, uşaqlar zaretkanı yiyir. Necə? Və 3 uşaqdır da, hərəsi bir də Elmira verməsinlər. Pisiri pis oğlan deyil, mədəni tərəfməz. İndi baxın. Uşaqlar heç onun xəbəri yox idi. Belə Yanın indi. Burada görər nə olur. Sizin uşaqlarla bağlı bir qərar var, amma bu qərarı sizinlə Gözlə. lazımdır. Çünki mən dünəndən müşahidə edirəm ki, Elmira uşaqlara ümumiyyətlə yaxın getmək istəmir. Bax, qaldığınız sığınacaqda uşaqlar sənə yaxınlaşır. Elmira. Ana, danış Rəhmət olmasın. Mən yaxşı çörək yedik Asəmanla. Uşaq dedi ki, ana, atamla barış, yaxınlaşdı, uşağı heç belə baxmadı ki, heç çay içməyə çağırmadı yanına ki, uşaqlarca çay. Yəni, Elmira'nın uşaqlara münasibəti sıfır. Hayır, uşaqlar örgədir o, ona görə edir. Mən necə sizə işarət edeyim tam. Getsə də belə. Uşaqlar sənin də uşaq. Hayır, mən istəyirəm uşaqlarımı. Mikrofonu ver ona. Necə? Hamınız bir yerdə qalmışsınız. Necə idi? Heç onun xəbəri yox idi. Allah haqqı dünən Süzad yuxarı qaldıranda bunun yanına çıxmışdı. Uşaqlar heç onun xəbəri yox idi. Mənləri verirsə, Baxmışdı ki, 20 orada oturmuşam. sizi qapıya Karışını satayım, karışını kofta giymişim. Gözümüz bax. Niyə buraxmadın uşağı içəri? Mən xəbərləmə yaxınlaşdım. Necə xəbərin yoxdur? Uşaq qalxmışdı onlar qalağa. Qaça Allah üçü də daldala piyada dördə qalxıblar biri iniblər. Yəni demək Uşağa baxa bilməcək. Sadəcə deməli dünən axşam məhkəmə Taranə xanıma zəng eləyib ki, iş telefonuna zəng vurub ki, Salman uşaqlar qapımızı qırırlar burada. Salman öyrədib onları yuxarı göndəribdi. ondan sonra da Salman da dedi getmə. Bu da nə olar uşaq anasının yanına gəlib də. Sən qapı Salman gəlmir ki içəri, uşaq gəlibdir. Qapını açır uşaqları buraxmır. Hücuma hücuma keçmək zörgəbdə. Əzizim, əlinə bıçaq vermir ki gedin əlinə silah verib ki gedin aranızda silah atın. Əlinə bomba verib ki aparın qapını açın içəri bombanı turuyun Açarın görə nə istəyir? 12 yaş birinindir, 10 yaş birinindir, 8 yaşda birininkidir. 3 dənə uşaq gəlib anasının yanına. Salardı içəri öyrətməmişdi. Salardı içəri deyərdi ki atanız belədir, atanız elədir. Ay bala atanızı boş verin, gəlin ananızın yanına. Qapını niyə açmırsan balana? Niyə sən vurursan ki? Niyə sən yürürsən ki? Allah, mən başım yetdiyə də belə şeylərdən ha. Fürsətdir ha, baban gəlib qapı döyür. Ay Salman ona düz deyir, cəmaat baxdı, o nə deyirsən, cəmaatın başında sarsan. Yəni baxmayanlar, yəni söyləməyənlər bilsinlər ki, kimlər... Hamı hər şeyi bilir. Çünki mən buradan birinci Zarina xanıma təşəkkürümü bildirirəm. Zarina xanım çox dürüst, mərd bir qadındır, həqiqətən. Çünki Zarina xanımdır, digər orada iştirakçılardır. Yəni, ən çox da ekspertlər dəstəyi mənə orada çox oldu. Hətta Zahar müəllimin belə mənə dəstəyi çox oldu. Amma kimcə
Geçsin YouTube'a açsın, baxsın, ondan sonra anlasın. Anlamamış, saat 12 olmamış xoruzlar, xoruz kimi banlamasınlar. Yani mən deyiləcək sözüm budur. Saflaşma Salman gecə vaxtıdır, təzyiqin qalxıb eləyər. Deyə orada qar yağıb, skoru çağırana qədər təzyiqin davlenlə lap da qalxacaq. Ha. Hara? Qabalı. Ay xanım, mən ermənini işə düzəldəcəm, ermənini. Bu oyun axşam burada qar yağacaq da. Bəli, Zahir müəllim savadlı insandır, Allah köməyi olsun. Çox yaxşı insandır. Mama. Çünki orada bütün iştirakçılara, ona ekspertlərə, Zahir müəllimə minnətdaram. Çünki mənim üstümdə çox əziyyətlər çəkdi. Çox həqiqətən də çox əziyyətlər çəkdi. Orada hamısı mənim üçün çox əziyyətlər çəkdi. Hamısını orada minnətdarımı bildirirəm. Ay xanım, nə şükür ha. Semişka tuturam. Mən bir adaptırım. Çıxadı adaptırım. Sənim. Geçdi. Sayıcaq gəlib. Buradayam. Salman əsəbləşmə, gecə vaxtıdır. Mən əsəbləşdirirlər, əsəbləşdirəm. Əsəbləşdirirlər, mən də əsəbləşirəm. Ha, ona bax. Yaxşı olar. Elmirahan, Elmira, ya uşaqlar o telefonu qoymurlar, yazıq zaretkada qalsın, yığsın zaretka. Neynəsinlər? Ən yaxşısı odur da telefonla başlarını qatdırlar. Sən kimin cəmaatın tilkasına getmirlər ki, ay Salma. Mən Türkiyəyə getmirəm ki, mən həqiqəti üzə deyirəm. Ya mamam vardı, bacılarım var, ailəm var. Allah da təkdir, mən də təkəm. Nə deyim var? Akşam olsun. Diloşuyum acı, otur, hazırlaş, mən yiyəcəm. Əlbəttə ki. Arvadı yanında qaydı. Nə oldu buna? Salman, sən o çıxılı qızın Erdoğan olacaq. Onun alan evləri çırası keçdi. Yox, mən hələ qız vermə peşində deyiləm. Damlanın bir ili qalıbdır. Ondan sonra Damla gedir.
Biləmə, biləmə. Qızların sən sayacaq ki, ayata oğlan ərə gedim, getməyim. Elə sən Yox, yaxın damla. Böyük Oqalarsa uşağı. ne sırokun çəkəcək. Ay Asman xanım. Böyük uşağı onsuz da bir ildən sonra yola sağlam. O gedir, o heç. Hara ki? Onu göndərirəm şeyə, oxumağa, akademiyaya. İnşallah Allah qoysun. Tıqqılar sən Ondan- saymayacaq. Sən dilmatçı damla, yenə dilmatçı döşüb deyəm. Görsən indidən deyirlər. 5 ildən sonra sırokun keçəcək. Çəliklə yediyəsən. Kimdir sənə baş qoşan? Dalma, da sən damla mənim abi, sən dilmatçı döşüb. Keç ot yerdə, sakit, dərxula çox qoy. Davay. Marş. Elə. Sən də dəniz. Atazı əsəbləşib səs eləmə. Kimsənin cığın bala sizdən çıxacaq. İşiniz yoxdur atazla. Ha. O şey, yani o birlerde şey. Aç dersi oku. Yəqin. Salam varsa Ha, git danışan sensen. Susuz getirərəm. Mən heç kim ağıl verəməz, ağıl özümə bəsdir. Hərənin ağlı getsin özünə versin ki, görə nədir, nə deyirlər. Mama. Mən çox əziyyətlər görmüşəm uşaq vaxtından. Çox hər şey görə gəlmişəm mən bu dünyaya. Bu dünyada hər şey görə gəlmişəm. Yəni səsin çox bət gəlir. Həmələrin payını işinəm. Hiç. Yani. Düz değil, pis yazma. Sən misafirə gəl, mənim sənə sözüm var. Sən bir dənə misafirə gəl. Sən görüm nəslin, nəcabəti sən tanıyım, görüm sən kimsən, nəsən. Məxfisən, sən kimsən görüm. Sən bir dənə misafirliyə gəl. Görüm sən kökün haraldı, hardan gəlmisən? Əslin kökün haraldı? Salman əsəbləşmə, Salman gecə vaxtıdır. Görüm sənin kökündə nə var? Mən o kökün adını biləsən. Bloka da, elə adamlar blok elə. Yox, kökünü bilmək istəyirəm da ki, görüm kökü hardandır. Bəlkə kökü şeydir, heyvanlardandır, nə bilim mən. Məxvi, sən mənlə uğraşma bala. Sənin kimlərin mən çaya susuz aparıb, susuz da gətirirəm, sonra sallam cibimə, cibimdə gəzdirirəm. Anladın mı? Ağıllı ol bala, çaşma. Mən sən deyənlərdən deyiləm.
Zarina ilə danışıb eləməmsən, ay Salman. Zarina belə zətmişdi, danışamadım. Ay Salman, sən nə söz soruşub? Hə. Buradakı Salman maaşından kart gerir. Deyirəm, sən nə qədər maaş alırsan? Hələ Zarinaya da baxırsan. Oo. Dəymə, qoy desinlər. Mən də dünən deyirəm Zarina, Allah səni öldürməsin. Deyir, niyə? WhatsApp-da zəhmişəm. Deyirəm, az bu Salman sağ karta pul atır, təklif eləyərsən də. Deyir, bəxtəvər. Çıxırlar orada Asuman xanım. Çıxırlar orada yalandan danışırlar. Yalandan söyləyirlər. Zarina xanıma pay göndərmişəm, əcəb eləyib göndərmişəm. Ondan kimə nə? Sualı olan mənə desin. Mən indi Bir ayda çıxırsan, hələ çıxmırsan. çünki işlərim var da, başım qarışıqdır, başım işlərimə, o işin dalından get, bu işin dalından get, işim çoxdur deyənə çıxan bilmirəm. İndi yeni ildən Şey. Güzel. mən orada öz sözümü orada deyəcəm. Bu kimdir ki, yazıb 65 qəpik çörək pulu atda, bilirsiniz, Allaha and olsun. Yolda gəlir, 65 qəpik yolda gəlir. Ələt Astara magistral yolunda vurmuşam gəlir. Bəlkə həqiqətən də yoxdur. Doğrusa Bəlkə kirəyi yoxdur. kitabı ver az. Kimdir bu gecə vaxtı mən zəng edirəm? Bu Səma kimdir ki, kartın alsın, mən ona bir madatım kesin şanlı çörək alsın. Nə olacaq? İnsandır, bəlkə yoxudur. Özü and içir ki, Allah and olsun, evimdə bir çörəyim yoxdur. İnsandır da. Zar müəllimə çoxdan pay gedib. Zar kimdir ki? Zar da yaz. Zar mənim adını yazıblar. Yo, deyir ki, Zar müəllimə də, görmürsən, deyir, Zar müəllimə də ver. Hə, indi oxudum pay onu. Zar müəllimə deyinə hər şey qurbandır. Zar kimdir? İndi burada xanımlarda var. Mən sözümü deyəcəydim, daha demirəm. Allah hamının köməyi olsun. Allah işimi qalda qoymasın. Mən axtarım. Bu da ikisini de tuttum kurbanlarım. Hadi gidelim bunu. Ne baklar? Salam, salam. Gözəl hərcəli evlərində narahat olma. Gözəldən hərdən yazırlar ki, Salman qızışsın, nəsə desin. Onda Salman söz verib, heç nə deməyəcək, danışmayacaq o barədə. Salman efirdə deyəcək, efirdə hər kəs eşidəcək. Peki işlədi. Salman burada söz deməyəcək, Salman efirdə deyəcək. Canlı canlı, isti isti.
boş ver. Salman ondan sonra da bura tüfürüb buradan da gedir. Ara dedim ay Salman. Çıxıb gedirəm. Ay Elmira get Salman məhkəməyə ver vaxtında boşan əlaməti tələb elə. Bax çıxıb gedəcək. Elmiran da fakir. Elmira gözəl deməli gedəcək məhkəmədən sonra bunlar dil açıb. Ha Qudubay eləyəcəksə Elmira. Elmira Mən gelirsən. inanıram ki, Elmiran qov gedərsən. Mən hər ta insanları ta tanıyıram, hər şey gözləyirəm. Salamsan. Mən Elmiranı ömür boyu. Elmiranla kimizə? Geçsin də. Elmiranla kimizə? Az səsin gəlsin, gəl ekrana görüm, səsi eşitmirəm. Qoy kameranı atım, qoy cəmat mən görsün. Cəmat maraq eləyir ki, baxsın. Gəl bura, gəl bura. Sən çağır. Gəl bura. Elmira, gəl görüm yaxına, gəl. Mama qurban, gəl yaxına. Bağı çıxar. Yəni, sevdiyim. Kimsə pul istəyirdi, o bayaq burada yazmışdılar. Dedim kartı zatını atım, çörək pulu, onu da yazmadı. Bu ilə gedib, orada puldan düşməsin. Ara bəyəndən bağışlayırdı. Az boş, az kişilərə etibar yoxdur. Salmanlar da görmsə oturub cəmatla yazışır. Az qoyma ki, çox girsin. Bilirəm. Salman gedirsə, Deyirəm, hani, Gürcüstana. mən o adım topu ki, hat qalan dansa danışım da, mən əmin oldum. Elmirə çıxar Zahir müəllimin verilişində deyər ki, Salman Arvası seçi vaxt getmir. Boş söhbət. Ay xanım, bilmirəm kimsən. Həsən gedir keçmişi, arxivi yoxla, sonra mənimlə danış, yaxşı? Nə deyir? Deyən görək, burada kim nə yazıb? Günəş. Deyən görək, Günəş. Kral. Günəşləri, Paris Qəmbəroğlu nədir o da? Kral, yox, Günəş yazmayıb. Günəş Kırasan, nəsən? Nə zibilsən? Fırıldaqda sənsən, girdirmədə sənsən, bir nömrədə sənsən. Ondan sonra gəl çıx mənim misafirimə sən. Nəsili da tanıdım, kökü da tanıdım, əbəcdadı da tanıdım. Ondan sonra danış. Kırasan, nə zibilsən? qalmaqal eləyir. Cəmatın tilkasında gevşi yoxdur ona görə. Lazımdır, kim nə deyə boş verdi. Deyirəm, nə deyirsən ki? Kim nə ay qarsın? Yox. Tilkiyə getmə, tilkiyə getmə. Salma, biraz mən sözümə qulaq asın, çörək tapasan. Amma içinə nə qoymağa heç nə tapmayasan. Mən də deyirəm. Mən nə qoymayım onun içinə kimi yaxşı olsun. Tamam, sən mənim sözümə qulaq as, peşman olmayasan. Elmira bax bir dənədir, bax bir dənə. Ayağa dura bilmirəm, sapası yoxdur. Bəli, qaynanamı öldürdüm, öldürmədim. Onun heç kimə aidiyyatı yoxdur. Hər kəs yesin, öz poxunu yesin. Sən can gəl. Sən dənsin can deyil. Yox. Sən can gəl. Ged öz poxunuzu ye, mən poxumu yeməm. Nə deyirsən sən? Bu sonsuz sevgi qaynanasını öldürən qız deyil. Yine sen de onun yanına gönderirdin. Yox, səni görməyiblər axı efirdə ona gəlir. Sən az çıxmısan efirdə, bir kere çıxdı öyle gəlin. Asman xanıma elə sözlər danışmayın, gic sözlər. Biraz mədəniyyətiniz də olsun, tərbiyəniz də olsun, bir əxlaqınız olsun. Mədəniyyətli insan mədəniyyətli. Demək, mən də onun səviyyəsinə düşmürəm. Daha Salman deyir də boş ver, itiriyə Xala çərvan kimdir? keçər. Öz xalasıdır. Ya Mən niyə onu oxu? Desin də. Boş şeylər deyir, desin nə də, nə deyir? Bəs adamı əsəbləşdirirlər, axı adamı məcbur edirlər o poxu da yedirdirsən ki, yəni hər kəs yesin, öz poxunu yesin, keçmişinə baxsın, arxivinə baxsın, sonra gəlsin kim sən burada müzakirə eləsin. Cəbəsin. Qalmış var. Can. Ha gördünüz. Elmirə boş ver. Çıxdım verişə, Elmiranı bir elədim, səndən o mədəni. Ha bunlar da
Elmira, Salmana güvən yoxdur. Ha, uşaqlar atacaq üstə gedəcək bari. İndidən aliməti kəsdi. Deyim ha. Getsin daha getsin. Sen vapşe bloka git bloka. Sen seviyesiz birisin. Bana çok acayip. Salman gözükmür. O da muhtemelen çünkü 12 kilo ayıptı. Gel ben zaritkan. Allah. Şimdi zaritkan tak özü var. Ama mükemmel video, acayip video söylesene. Sen zaritkan tak. Öz telefonu zaritkan takıyorsun. Ben bilmem. Yan Damlada. da falan. Ya damladadır ya denizde. Ya damladadır ya denizde. Asma hangi habere gelecek? Toxu mən yemirəm ki, toxu mən yemirəm, sizin kimilərə yedirdirəm ki, yəni danışanda öz poxuzu yeyin. Belə haqlı. Ay ölenler var Ahmet. Dünya ki ben Mən Salman deyirəm, ey qızışam yalandan çılpırlıq eləyəm. Yeri gəndə lazım olanda lazım olanın sözünü deyirəm. Dünya ki bana Naxçıvanlı diyorlar. Bəli. O güne sonra güzel yeri oraya giderdik. Gezmeye. Yəni görüm çox oxuya bilmədim, çox keçdim. Amin, Allah bunları xoşbəxt eləsin. Emhu. Elmira xanımın adını çəkmə, səhər günü sən var ha. Səni burada skrin eləyərəm, apar verirəm promoy polis şöbəsinə. Ağlın başıma gələr, sən məndən üz-üzə gələrsən. Səviyyəsiz, körpay oğlu, səviyyəsiz. Emmasan nə zibilsən. Elmira xanımın adını çəkəndə düz çək. Ne diyor? Ay Salman, niyə onlara baş qoşursan? Boş bekar adamdılar, onların səviyyəsinə düşürsən, boş ver. Sən cavab verdikcə onlar səni qızışdıracaq, ona görə heç verəcəyi də alma. Çıdırdım, evdən qopacaq. Ne diyorsun bana burada? Sen insanlar da. Gözəl qeyrətlidir, Elmira qeyrətsizdir. Dünya söhbət eləsinlər. O hele abi. Boş deyirlər, ay Salman, baş qoşma ki. Mən deyim, arada mənə də söz deyirlər, bən görə. Mənim ərimdə gözləri var da ona görə. Mən atdı şeydir, zibil kutusuna atmışam. Hansı itin eşələyib götürəcəyinə xəbərim yoxdur. Maşallah. O səviyyəsiz yazanlar Dünya görüşməyenler. nə əslini tanımır, nə kökünü tanımır, ya nəslini tanımır, nə anası onu çünki üzr istəyirəm hamıdan vicdan əmələ gələnlərdir. Vicdan əmələ gələnləri bilirsiniz da, yəni nəsli kökü yoxdur, nəcabəti yoxdur. Yəni tanınmır kimdir. Heç familiyası da yoxdur. Adını kim qoyubsa bilinmir. Yəni budur. Ha, vay budur. Vay ha, hələ vay budur. Çünki danışdırmayın, yazmayın, danışmayın. Yazmayın ki, mən də danışmayayım. Özden söz bu. Yazırsınız mənim ailəm haqqında kimsə burada nəsə yazanmaz. Onun var ha, onun nəslini, kökünü tıraşa qoydurturaram. Cəhənnəmə danışsın, bezmə deyil. Özləri axmaq adamda Elmirənin özünə sayılırlar. Elmirə başçı taydır, adam deyil. Onun evinə gecə girərəm, gecənin bir kör vaxtı girərəm evinə. Nəslini oradan çıxardaram mən, nəslini ha. Ay kız, nə varsan ey, nə baxdın? Mənim ailəm haqqında kimsə ağzını alıb danışmasın, danışığına hər kəs burada fikir versin. Nə varsan ey? Neysən ey? Mən düzünü deyəcəm. Hər kəsə düzünü deyəcəm. Mənim ağlım təpəmə gülləni qoysalar da düzünü deyəcəm. Sonra şey olan kimindir? Nasıl şey deyəlim? O insan qoy cebinə qoyma bunu lazım. Cəhənnəmə də bezmədim mən. Axşama nədir şey deyirlər. Canlıya girirlər, mən yazıq canlıya girirəm. Sadəcə olaraq izləyirəm. Görə bilmirəm. Yəni lazımsa adamla yazışır. Hay Salman, fındıq
Nə vaxt gətirəsəm? Fındıq, qoz. Bayramdan sonra Allah qoysa oradayam inşallah. İnşallah. Gələndə zəng vurarsan, Emrah gələcək, mən də gələcəm. Ha, onsuz da buradan çıxanda zəng vuracam ki, mən çıxdım ki, Qəbələdən çıxdım. Gəldiniz eləyəsiniz. Uşaqları da götür, gəzin, elə. Bizə də qonaq gəlir, nə vaxt rəz istəyir. İnşallah, inşallah. Allah gəlir. Ey Türkçe. Eşidirəm mən, kar görəm. Telefon. Çox sağ ol, təşəkkür Dünən ki edirəm. get uç başında. Yəni danışdırmayın da məni, danışdırmayın. Yəni mən kiminsə səviyyəsinə düşmək istəmirəm. Dünən uç başından. Kiminsə nəslindən açıb töyməyim da mən orada, nə olacaq? Değil gittim. Aşağı düş. Yavaş yavaş düş. Yazık ya uyum. Canımı yaz, vermədim ha. Yanına git. Axşamınız xeyir. Yukarı kalktım. Aşağı düş. Ha hele düş. Yok hele ha. Hocam o gidiyor. Mənə bir stəkan çay verin. Daha yüksək olmadı. Özü itirəsin. Gecə yaz gəlsən, durğuz şey eləyim, qapını istəyim. Bir gün gəlsən, qapını istəyim. İyi gitti. Diyen o diyen gözəl istəyib deyir. Gözəldə iki kimi qorxum. Ay Türkçe. Eşitmirəm. Yox, arvadın canlıda görsədir də, siz ağzınıza safiyə çıxa bilmirsiniz. Danışanda düzdür də, danışığınıza fikir verin, yazıya fikir verin. Ailə məndir, mən bilərəm. Safiyə çıxmaq ayıb bir şey deyil. Mən Azərbaycanın adət və ənənələrindən mən heç şey eləmirəm. Aydın oldu sizə. Mən Avropalıyam, Avropa stilində gəzirəm. Belə şort ilə gəzirəm, belə lük gəzirəm. Ondan sizə nə? Ay millət, sizə nə? Bax, sizə nə? Əcəb eləyirəm, yaxşı eləyirəm, zor eləyirəm. Sənə nə, sizə nə? Nə girib çıxanı var sizə? Mənim sualıma cavab verin, ondan sonra da eləyim. Mən kiməsə uşaq zad deyiləm. Siz bax Allah yefik. Mən Bakıda 3 gün qaldım başqa bir yerdə. O da söz zaten. Çatçanası özünü satmalı. O kimdir mahnı oxur, qutum deyir, nə deyir. Bax, şeydir, Türkandır. Əlindən telefon düşmür. Hə, mahnı, mən də elə bilirəm, TikTokdan səs gəlir, hardasa, demə sən qızındır, bir dənə də səs çıxadır. Düzün o edir, yəni düz keyfindədir, işimi salmır. O bunlar hamı şeydir. Axşamdan şeydir. O Qur'anın nə deyir? Bağlasalar, cəmaatın beyni sakitləşərək, TikTok çıxadan. Orada deyirlər, tıklayın gelsin, tıkla. Geyib işləyən yoxdur axı. Ay Asuman xanım, siz, mən gedib işləyirik, amma o birlər işləmir. Veriyim, möhkatım, qoyma canım çıxmasındır. Gətirəsən, şallağı, at şallağını əlinə alasan, qoşasan atın yerinə davay sür. Meşiyə, odun daşımağa, çırpı daşımağa, şax daşımağa. Hacı